Hara gedirəm işə götürürlər, hara gedirəm işə götürürlər. Bizsə zəng eləyəcək, bizsə zəng eləyəcək, bizsə zəng eləyəcək, bizsə zəng eləyəcək. Bəsdirdən dedim, neyi mən bunları maraqlandırım ki, bir nəsə ilişeyim, başlayayım. Ən birinci iş yerim ofisiant olaraq işləmişəm. Bir dənə kafe idi, Xalqlar tərəfdə, Əhməd tərəfdə, Ordubad kafesi. Yəni dayda yox idi ha. Bircə ailəm dəstək oldu ki, elə də yaxşı olar. Arzulayırdım çox şeyləri, sevə-sevə eləyirdim və çox şeylər qabağıma gəlib çıxırdı. Bir makina ilə başladım. Çox bərbad gündə tikirdi kostyumları, bir dənə də dərzim var idi. Mənim üçün, mənim işçilərim, mənim komandam, mənim ailəmdir. Mən onları çox sevirəm. Bugünkü gündə bizim Azərbaycanda ən böyük fabrikadır, kostyum istehsal olaraq. Çoxu deyir, mümkün deyil, büdcəsiz falan. O negativli insanlardır. Altdan kommentariyalar yazırlar, nə bilim, hansı oliqarxın oğludur yazırlar. Siz rahat yol axtarmayın. Rahat yolla qazanan uğurlar da sizi qabağa aparmayacaq. Yəni bir müddətdə uğurlar olacaq. 101% canınızı qoyun. 100% azdır. 101% canınızı qoyun, başa düşən başa düşəcək.